övladlar valideynlərini izləyir. Valideynlərin əməlləri, hərəkətlərini və görəndə ki, valideyn təhqir sözləri istifadə edir, lənət edir, şüşə sözləri ağzından düşmür, söyür və yaxud da valideyn evdə övladla davranışda yalan danışır və əgər elə olarsa, o valideyn övladdan nə gözləyir? Əgər bu valideyn övladı yalandan çəkindirirsə, pis, nalayiq sözlərdən çəkindirirsə, bu övlad nəyə əməl etməlidir? Atanın, ananın sözlərinə yoxsa ata-anada gördüyü o aşağı, dəyərsiz əxlaqa mı? Və övlad görəndə ki, ata-ana namaza təhlənkardır, namaza tənbəldir və bu valideyn övlada namazı əmr etdikdə qəbul edərmi? Və yaxud da övlad görür ki, valideyn siqaret çəkir və ondan sonra valideyn siqaretin zərərli olmasını, haram olmasını bildirdikdə övlad onun sözünü qəbul edərmi? İbn-i Qeym rahmanullah deyir ki, İzə i'təbərtəl fəsədə fil əvləd rəaytə ammətəv min qibl əbə. Deyir, görsən, diqqət eləsən, övladların körlanması, övladların fəsadını görəcəksən ki, çoxusu, əksəriyyəti atalardandır. Və bu səbəbdən də hikmətlərdəndir ki, nafilə ibadətlər, sünnət namazları evdə qılansın. Ki, övladlar əməllə valideynlərin namaz qıldığını görsünlər. Zeyd ibn Səbit radiyallahu anh deyir ki, Allah elçisi sallallahu aleyhi ve sellem buyurmuşdur, Sallu əyyuhənnəs fi buyutikum. Ey insanlar, evlərinizdə namaz qılın. Həqiqətən kişinin fərz namazdan başqa ən əfsəl namazı evində qıldığı namazdır. Abdullah ibn Ömər deyir ki, Allah elçisi sallallahu aleyhi ve sellem demişdir, namazınızdan eviniz üçün də pay ayırın və evlərinizi qəbirlər etməyin. Başqa hədisdə Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, sizdən biri məscidində namazını bitirdisə, evi üçün namazından pay ayırsın. Həqiqətən Allah Teala onun evində qıldığı namazdan evi üçün xeyr etmişdir. Və valideyn nə qədər salih olarsa, nə qədər itaətləri çox edərsə, xeyir əməllərdə çalışarsa, bu övladlarının islahı üçün ən böyük səbəblərdəndir. Və həmçinin övladlardan şərrin dəf olunması üçün böyük səbəblərdəndir və həmçinin valideyn öldükdən sonra övladın hifz olunması üçün səbəbdir. Allah Teala buyurur ki, Nisə surəsində وَلْيَخْشَ الَّذ۪ينَ لَوْ تَرَكُوا مِنْ خَلْفِهِمْ ذُرِّيَّةً ضَعَافًا خَافُوا عَلَيْهِمْ فَلْيَتَّقُوا اللّٰهَ وَلْيَقُولُوا قَوْلًا سَد۪يدًا. O kəslər ki, özlərindən sonra, yəni öldükdən sonra zəif zürriyyət qoyub gedirlər. Yəni zürriyyətin dərdini çəkir, zürriyyətə görə qorxurlar. Əgər onlar üçün qorxurlarsa, onda Allahdan qorxub təqvalı olsunlar və doğru söz söyləsinlər. Və təfsirdə gəlir ki, bunda bir işarə var ki, usul, yəni valideynlər təqvalı olarsa, furu, yəni övladlar qorunar. Əgər övladın hifz olunmasını, qorunmasını istəyirsə bir valideyn, özü öldükdən sonra istəyirsə ki, övladı Allah tərəfindən hifz olunsun, deməli, özü də Allah Teala'nın hədlərini qorumalıdır, təqvalı olmalıdır və danışığında da doğru söz söyləməlidir.